Veriliş öncəsi çox maraqlı bir sual oldu. Mən istəyirəm bu sualdan başlayayım, icazə verirsinizsə. Mən əslində ayrı cür başlayacaqdım, amma bu sual dəyişdirdi mənim bütün konsepsiyamı. Elşad müəllim, Məhəmməd Əsədullahzadə belə bir sual verdi. Elşad Miri dinşünasdır, ardından davam elədi. Mən onu ateist bilirdim. İndi sual belədir. Siz nə vaxt ateist olmuşsunuz ki, mən bilməmişəm, Məhəmməd müəllim bilib? Məhəmməd müəllim bilibsə, biz də eşitmək istəyərdik ki, nə vaxt olmuşam. Mənim də xəbərim yoxdur. Belə bir olmayıb da təcrübənizdə. Buyur, heç bir zaman. Ümumiyyətlə, bu məsələni bayaqları qeyd etdim. Elşad Miri danışar görərik. Açığı kifayət qədər mən Elşad Miri haqqında dini barədə məlumatım yoxdur. Amma hamısına yox-yoxdur. Belə təəssürat yaranıb ki, məndə bu İslam dininə inanmır. Belə. Bu, bilirsiniz necədir Məhəmməd bəy? Bu, sadəcə olaraq insanların uydurduqları din anlayışına etiraz eləməyimdir. İndi, məsələn, danışarkən deyəcəm ki, İslamda yas məclisləri də yoxdur, İslamda bu cürə ehsan vermək də yoxdur. O zaman buna da mı ateist gözü ilə baxacaqsınız? Yaxud da qeyd eləyəcəm ki, bu günlərim toylarda verilən israfçılıq da dinimizə görə haramdır. Yəni, sabahların buna görə də mi mənə ateist hesab eləyəcəksiniz? Yaxud da mən bu günlərim deyirəm ki, qız uşaqlarının, az yaşlarının ərə verilməsi dinimizə görə yoxdur, haramdır. Mən deyirəm ki, namaz qılmayanın hər hansısa bir formada cəzalandırılması Quranda yoxdur. Bunu deməyin özü iddiadır, ittihamdır. Mən deyirəm ki, zina eləyənlərin daşqalaq edilməsi ilə bağlı Quranda heç bir ayə yoxdur. Bunu yox dediklərimə görə məni bu günlərim ittiham edib ateist olmaqda mı təqsirləndirəcəksiniz? Halbuki İslam dininə baxdığımız zaman iki cürə bugün təəssüflər olsun ki, bir İslam var. Biri var Allahın göndərdiyi din, Qurana əsaslanan bir İslam var. Bir də var insanların Quranı bir kənara qoyaraq paralel rəvayətlərlə, sözlərlə, hədis dedikləri məsələlərlə formalaşdırdıqları din anlayışı var ki, həmin o din anlayışını məsələn Boko Haram, oxumağı haram bilənlər, Əl-Qaidə, İŞİD, özlərini müəyyən məzhəblərə sahib olan insanlar bunu qeyd edirlər ki, bunlar təbii ki, İslamın, Allahın göndərdiyi dinə uyğun deyil. Bunu dediyimə görə də ənənəvi din anlayışına öyrəşən insanlara zidd gəlir və bu zidd gəldiyinə görə də qarşı tərəfi ateistlikdə, deistlikdə ittiham edirlər. Var şərhiniz? Ümumiyyətlə, bu mövzu verilişi mövzusu deyildi. Mən sadəcə siz nəyə görə deyirəm? Yəni, politoloqsuz və eyni zamanda ölkənin aparıcı siyasi partiyaların birində funksionersiniz. Bir qədər informasiyalarımızın dəqiq olması hamımız üçün sadəcə olaraq bu efirdən kənar bir müzakirə idi. Bunu verilişdə deyilməsi biraz, amma digər mövzularda, digər verilişdə əgər olarsa, çünki mövzu bu deyildi. Yox, belə bir Amerikada məşhur deyim var da, həbs olunanda deyirlər bu sözü. Dediyiniz söz sizin əleyhinizə işləyir. Studiyada burada gəldiyiniz, dediyiniz söz sizin əleyhinizə işləyə bilər. Bu normal bir haldır.